Salam hörmətli izləyicilər. Bugün fe'li birləşmələr haqqında söhbəti davam etdirəcəm. Əlbəttə, fe'li birləşmələrdə bəzən elə bir məqam olur ki, xüsusən zaman zərfi, yer zərfi, bəzən də tamamlıq həm xəbərə, həm də təsdiqlənməyən fe'lə aid olur. Belə halda necə hərəkət etmək lazımdır? Doğrudanmı diqqət eləmək lazımdır ki, bu xəbərlə bağlıdır, bağlı deyil. Bəzən xəbərlə də bağlı olur, fe'li bağlılma yanında. Belə halda necə hərəkət etmək lazımdır? Belə halda ən çox ona diqqət eləmək lazımdır ki, bu zaman zərfliyi, bu tamamlıq, yer zərfliyi, əsasən bu üç olur. Daha çox xəbərlə bağlıdır, onu izah edir, yoxsa fe'li bağlamanı izah edir. Bu nümunələrə baxaq. Onlar hər səhər təpədən günəşin ağ şəfəqlərini salamlararaq verdikdə zövq alırlar. Baxaq, burada sözsüz ki, təpədən salamlararaq bu fe'li bağlamaq tərkibidir. İndi burada hər səhər zövq alırlar aiddir, həm də salamlar aiddir. Yəni, hər səhər salamlamaqdan söhbət gedir, yoxsa zövq almaqdan. Əgər biz bunu kör-körlə götürsək, çünki deyir ki, baxırıq, əgər xəbərə aiddirsə, onda onu fe'li bağlamanın məslərin və ya fe'li sifət tərkibinə daxil etmir. Baxaq, onlar hər səhər, burada cümlədə onların hər səhər zövq almağından gedir, yoxsa hər səhər salamlamağından gedir. Biraz fikirləşəlim, hansıdır? Hər səhər təpədən var günəş şəfəqləri salamlayaraq, yoxsa birlikdə zövq alırlar. Əslində, burada bərabər şəkildədir. Belə olan halda, yəni həm buna da, həm də buna da deyərəm ki, eyni dərəcədə bağlıdır. Əgər eyni dərəcədə bağlıdırsa, onda bunu daha çox xəbərlə əlaqələndirib müstəqil üz götürmək daha münasibdir. İkinci cümlə baxaq. Mən universitetdə işlə təhsil almışam mən. İndi burada fikirdir, universitetdə işlə təhsil almışam, yoxsa universitetə təhsil almışam. Çünki universitetdə sözü buna da aid olabilir, buna da aid olabilir. Baxa görə hansına bağlı çoxdur? Mənim fikrimdir, burada universitetdə işləməkdən söhbət getmir. Universitetdə təhsil almaqdan söhbət gedir. Deməli, işlə fe'li bağlaması burada tərkib əmələ gətirmək. Faktiki olaraq hər ikisinə bağlansa da mənaca daha çox xəbərlə bağlıdır. Dünəndən saçları ağarmış Səkinənin yanında oturmuşdur. Oturmuşdur xəbər. Saçları ağarmış bu tərkib. Dünəndən söhbət var. Dünəndən saçları ağarmaqdan söhbət edir, yoxsa yanında oturmaqdan söhbət edir. Hər ikisinə aid olur. Ola bilər ki, Səkinənin dünəndən saçı ağarıb, onun yanında oturub, aydındır. Amma ola bilər ki, saçları ağaran Səkinənin yanında dünəndən oturub. Burada bağlılığa baxanda bu daha çox xəbərlə bağlıdır. Ona görə də müstəqil zərfi kimi götürülməsi daha düzgündür. Afaq səhər çörək almaq üçün evdən çıxanda onu rastlaşdı. Rastlaşdı xəbər, afaq müftada. Çörək almaq üçün evdən çıxanda məsdər tərkibi fe'li bağlamanın tərkibinə daxildir. İndi səhər çörək almaqdan söhbət edir, yoxsa səhər rastlaşmaqdan gedir. Amma mənə elə ki, burada daha çox səhər çörək almağa aiddir. Ona görə də bunu tərkibin daxilinə, yəni demək istədim ki, səhər sözü ikisinə də aiddir. Lakin mənə bağlı çörək almaqla daha çox olduğuna görə tərkib aid etmək lazımdır. Yəni, kör-körənə, səhər buna da aiddir, səhər xəbərə aiddir, müstəqil götürülməli bir fikri
o qədər də əsaslı deyil. Gecə güclü zəlzələ olanda mən oyaq olmamışam. Oyaq olmamışam xəbər, mən müftədə. İndi gecə oyaq olmamışam, yoxsa gecə güclü zəlzələ olmağından söhbət gedir. Sözsüz ki, burada gecələr oyaq olmamaqdan yox, gecə güclü zəlzələ olmağından söhbət gedir. Gecə daha çox zəlzələ olmağa aiddir. Deməli, tərkiblər daxildir. Amma ilk baxışda görmüş ki, gecə oyaq olmamışa da aiddir. Belə də ödülür. Kənddə dedikodular yayıldıqca mövsümə satqın kimi baxırlar. Baxırlar kimlərsə, baxarlar. Dedikodular yayıldıqca o feili bağlama tərkibidir. İndi kənddə söhbət var. Kənddə dedikoduların yayılmasından söhbət edir, yoxsa kənddə mövsümə satqın kimi baxmaqdan gedirlər. Mənim zəmincə kənddə baxırlar, bağlıdır. Çünki kənddə dedikoduların yayılmağından çox, kənddə ona mənfi münasibətdən gedir. Müştəri üzrüdürmə, zərgir. Küçədə atışma kəsilmədiyindən heç kəs gözə dəymədi. Gözə dəymədi xəbər, heç kəsin müqdadı atışma kəsilmədiyindən bu fiil sifət tərkibidir. Baxaq, küçədə sözü gözə dəymədi heç kəs. Heç kəs gözə dəymədi, harada gözə dəymədi küçədə. Küçədə, harada atışma kəsilmədiyindən küçədə. İndi baxaq, küçədə sözü məna cəhətdən daha çox bununla bağlıdır, daha çox bununla bağlıdır. Amma burada mənə qarşı söhbət küçədə atışmanın kəsilməməyindən gedir. Ona görə də bunu burada götürmək daha münasibdir. Çətiri Elşaddan alıb bacıma verdi. Mən Elşaddan alıb feili bağlama tərkibidir. Çətiri verməkdən söhbət edir, yoxsa almaqdan söhbət edir. Yəni çətiri verdim, xəbər də bağlıdır. Çətiri Elşaddan alıb, buna da bağlıdır. Burada mənəyə diqqət etsə görər ki, çətiri verməkdən daha çox çətiri Elşaddan almaqdan söhbət edir. Demək istədim odur ki, belə halda formal yanaşmaq lazım deyil. Baxmaq lazımdır ki, feili bağlamanın tərkibindən əvvəldə olan söz ona daha çox aiddir, yoxsa xəbərə daha çox aiddir. Daha doğrusu məna bağlılıq hansında güclüdür, ona üstünlük verməlidir. Feili birləşmələrlə bağlı ən çətin məqamlardan biri xüsusən məslərin və feili sifətin xəbər vəzifəsində işlənməsi vəziyyətidir. Çox zaman şagirdlər, hətta bəzən mən görürəm ki, böyüklər də bunda səhv edirlər, məsələ ayrıca bir üzv kimi götürür və ona aid olan üzvləri də müxtəlif üzvlər kimi təhlil edirlər. Lakin bir şey yadda saxlamaq lazımdır. Məsələ də, feili sifət də, feili bağlama da ona aid olan bütün sözlərlə birlikdə bir mürəkkəb üzv olur. Ona aid olan başqa bir üzv ola bilməz. Baxaq cümləyə. Məsələ xəbər olur. Məsələ də feil sifət və feil sifət. Xəbər olandır. Uşağın ən böyük arzusu böyüyəndə atası kimi hərbiçi olmalıdır. Səhv təhlil. Hərbiçi olmalıdır. Nə? Uşağın ən böyük arzusu bu müftələrdir. Üçüncü ötəni söz birləşməsidir. Görürüz. Nə vaxt hərbiçi olmalıdır? Götürüb böyüyəndə ayrıca görürüz. Necə hərbiçi olmalıdır? Atası kimi burada təyin kimi götürür. Çünki bunlar olmağa aiddir. Burada xəta nədən ibarət? Xəta ondan ibarətdir ki, məsəl, feili sifət, xəbər olanda ona aid olan bütün sözlərlə birlikdə bir üzv olur. Böyüyəndə hərbiçi olmalıdır, atası kimi töldə olacaq xəbər. O başqa cütləri olmaz bilməz. Ərşadı gətirənlər 3 gün bundan qabaq kənddə keşik çəkənlərdir. Baxaq, çəkənlərdir, keşik çəkənlərdir, uşaq səhvə belə təmin edir.
harda keşik çəkənlərdir, götürür zərflik. Nə vaxt keşik çəkənlərdir? 3 gün bundan qabaq. Və beləliklə xətə yoxdur. Sözsüz ki, burada əşəri gətirənlər müftədir, buna mübahisə yoxdur. Amma kənddə keşik çəkinə aiddir. 3 gün bundan qabaq keşik çəkinə aiddir. Bütövlükdə bu olacaq xəbər. Burada heç bir ayrıla bilməz. Çətinlik müəllimin verdiyi bütün tapşırıqları vaxtında və düzgün yerinə yetirməkdir. Yerinə yetirməyi uşaq tapır, məsləhətdir. Nə? Çətinlik tapır müftədə. Necə yerinə yetirmək? Zərfi götürür. Nə zaman yerinə yetirmək? Vaxtında. Nəyə yerinə yetirmək? Tapşırıqları. Hansı tapşırıqları bütün, hansı tapşırıqları təyində bir neçə yüz kimi götürür. Bilmək lazım, yerinə yetirməlidir. Düzgün yerinə yetirməyə aiddir. Vaxtında yerinə yetirməyə aiddir. Tapşırıqları yerinə yetirməyə aiddir. Bütün tapşırıqlara aiddir. Müəllimin verdiyinə aiddir. Verdiyi tapşırıqlara aiddir. Ona görə bütün hamısı birlikdə cümlənin məstər tərkiblə ifadə olunmuş xəbər olacaq. Qutudakılar böyük qardaşının dünən kənddən gətirdikləridir. Gətirdikləridir xəbər. Qutudakılar müftədə böyük qardaşlardır. Qardaşının gətirdiklərinə aiddir. Dünən gətirdiklərinə aiddir, kənddən gətirdiklərinə. Fe'l sifətə aid olduğuna görə bunlar hamısı tövdə xəbər olmalıdır. Əsas məsələ bəyanın qurulması üçün lazım olan bütün materiallar vaxtında gətirməkdir. Gətirməkdir, xəbər götürür. Nə? Məsələn, əsas təlim götürür, vaxtında zərflik, nəyi? Materiallar tamamı, bütün təlim, lazım olan təlim qurulması üçün lazım olanda bəlkə nə üçün götürəcəksiniz? Amma baxaq, vaxtında gətirməkdir. Materialları gətirməkdir. Bütün materiallara aiddir. Lazım olan materiallara aiddir. Bunlar hamısı materiallara aiddir. Bəndin qurulması üçün lazım olan, bəndin qurulması lazım olan. Deməli, bütövlükdə bunlar hamısı olacaq xəbər. Bilirsiniz, bu nə oxşayır? Belə deyək də, elə bir qatarda çoxlu vaqon var. Bir lokomotiv dağıtırsa, hamısı o birin dağıtında hamısı onunla bərabər dağıtılır. Deməli, lokomotivə bağlanan bütün vaqonlar onunla birlikdə hərəkət edir. Məsəldə, fe'li sifətə, fe'li bağlamada bu cürdür. Onunla bağlananlar bütövlükdə bir qatar təşkil edir və bu bütövlükdə götürülməlidir. Və nəhayət bir məsələ haqqında. Uşaqların çox çaşdığı bir məsələ haqqında. Məstər və fe'li sifət, fe'l bağlamayaqdır. Nə zaman fe'li birləşmə, nə zaman ism birləşmə səbəb olur. Cümlə diqqət edək. Mənim bu materialları hazırlamağım sabaha qaldı. Qaldı xəbər. Nə? Mənim bu materialları hazırlamağım məstərdir. İkinci cümlə baxaq. Bu materialları hazırlamağım sabaha qaldı. Qaldı nə? Bu materialları hazırlamağım bu da məstərdir. Bunlarda nə fərq var? Birincisi isim birləşmə hesab olunur. Üçüncü tənis birləşməsi. İkincisi isə məstər tərkibi. Nəyə görə? Əgər məstər mənsubə şəkilçi qəbul edir, yəni halla əlaqələnirsə, birləşmə əmələ gətirirsə, belə halda o üçüncü növ təyini söz birləşməsi hesab olunur, isim birləşmədir. Əgər məstər mənsubə şəkilçi qəbul edir, yəni halla əlaqələnməyirsə, belə halda o fe'li birləşmə hesab olunur. Deməli, məstərdə qayda belədir ki, məstər yer halından əlaqələnibsə, üçüncü tənis sözləşməsi, əlaqələnməyibsə, məstər tərkibi götürülür. Fe'li
Sifət, fe'li sifətdə isə bir qədər məsələ başqadır. Gəlin baxalım. Şəkilçə yazmışam burada. Bu malıdır, asıdır, demək olar ki, mışda. Əksərən əvvəzliklər də demək olar ki, işlənə bilmir. Burada qalır üçü. Dıq, an, acaq. Nümerə baxaq. Mənim bu həftə oxuyacağım kitablar bunlardır. Bunlardır xəbər, kitab mübtədə. Mənim bu həftə oxuyacağım kitablar mənsubiyyət var, yelkan var. Mənim bu həftə oxuyacaqlarım bunlardır. Yenə də mənsubiyyət var, yenə də yelkan var. Yenə də vermə. Demin bu məsələdə mövqeyi necədir və mən yeri gəlmişkən deyim ki, tərəddüd etsən də görürəm ki, demin mövqeyi düzgündür. Demin mövqeyi belədir ki, dıq, dik, duq, dük heç zaman ismi birləşmə yaratmır. Heç zaman ismi birləşmə yaratmır. Baxaq. Mənim bacarmadığım iş yoxdur. Yoxdur xəbər, iş mübtədə mənim bacarmadığım təyindir, fe'l birləşmədir. Mənim bacarmadığım yoxdur. Yoxdur xəbər, mənim bacarmadığım mübtədədir, isimləşir. Demin mövqeyi belədir ki, dığı deyə, duğu deyə, isimləşəndə də, isimləşməyəndə də həmişə yəlik halına əlaqələnsə də, əlaqələnməsə də həmişə fe'li birləşməni götürür. Deməli, bu da fe'li birləşmədir, bu da fe'li birləşmədir. Qaldı anla acaq. Xüsusən acaq daha çox işlənir. Baxaq, mənim bu həftə oxuyacağım əlaqələrim, mənim bu həftə bunların fərqi nədir? Bu isimləşir, bu isə isimləşmir. Demin mövqeyi belədir ki, isimləşməyəndə, bu isimləşməyəndə fe'li birləşmə götürülür. Mənim bu həftə oxuyacağım təyin olacaq. Mənim bu həftə oxuyacaqlarım isə isimləşəndə artıq ismi birləşmə. Deməli, bu fe'li birləşmə, bu isə ismi birləşmədir. Və maraqlıdır ki, çox zaman bunlar şəkilçi olmadan demək olar ki, mümkün olur. Çox nadir hallarda işlənir. Mən güclə bir nümunə tapdım. Bizim deyəcəyimiz sözlər çoxdur. Çoxdur xəbər, sözlər. Bizim deyəcəyimiz fe'li sifətli isimləşməyib. Çünki təyin vəzifəsindədir, fe'li birləşmədir. Sənin deyəcəyin var. Var xəbər, nə var? Sənin deyəcəyin. Burada isə artıq isimləşdiyinə görə bu ismi birləşmədir, bu isə fe'li birləşmədir. İndi ayına baxaq, az da olsa işlənir. Sizin küsənləriniz qayıtdılar ki, sizin küsənləriniz isimləşir, ismi birləşmədir. İsimləşmədə demək olar ki, əvəzini işləmir, məsuliyyət olmasın. Mənim bacarmadığım iş yoxdur dedim. Sizin sabah görəcəyiniz iş çətindir. Çətindir xəbər. Nə çətindir iş? Hansı iş? Sizin sabah görəcəyiniz işə aiddir. İsimləşmədir. Fe'l birləşmədir. Sizin sabah görəcəkləriniz təzə gətirdiklərimizdir. Təzə gətirdiklərimizdir xəbər. Nə? Sizin sabah görəcəkləriniz isimləşir. Belə olan halda bu ismi birləşmə hesab olunur. Əlbəttə, burada mübahisə üçün yer var. Lakin mənim videoma şahidlərlə baxdığına görə mən bundan artıq məsələlərə toxunmaq istəmirəm. Bugün iş bu qədər. Bilmirəm, fikirlərimi çatdıra bildim, çatdıra bilmədim. Bəyənirsinizsə bəyənmə işarəsini vurun. Nə qədər çox bəyənmə olsa bir o qədər xoşdur və videoların tez-tez təşrif olunması ilə nəticələnir. Abunə olun və yaxşı olar ki, rəylərinizi də bildirəsiniz. Sağ olun.